Özəlləşmə çeklərini 28 ildir ümidlə saxlayan, satmayan vətəndaşlar, hər birinizi salamlayıram. Biz bu işi əgər Azərbaycanda öz əlini tapasa Avropa məhkəməsinə göndərəcəyik və xalqımız da bilsin ki, onların ata-baba deməli miras payları onların özlərinə qaytarılmalıdır, haqları verilməlidir. Və mən deməli mənə məhkəmənin qarşısına gələn vətəndaşlardan bir neçə yoldaşlar məlumat verdi ki, məhkəmənin qarşısında olan insanlar deyirlər ki, bu prosesi sağ olsunlar, bəs qazilərimiz qabağa düşdülər, addım atdılar. Əziz və hörmətli özəlləşmə çeki olan xalqımız, bu özəlləşmə çeki ilə bağlı qanun var, fərman var, sərəncam var. Birincisi biz əlimizdə rəhbər tuturuq qanunu, beynəlxalq hüquq normanı. İkincisi də sərəncamları, daxili fərmanlarımızı. Üçüncüsü də bu bizim ata-baba miras payımızdır. Bu işi bu günə qədər 30'dan çox deputatımız deməli danışıb, tələb eləyib, xalqın haqqıdır deyə çağırış eləyib. Onlarla hüquqşünas alimlər danışıb. Onlar həqiqətən də özəlləşmə çekində bu gün də dövrədə olduğunu sübut eləyiblər. Dövrədən çıxarılmasıyla bağlı heç bir qanun olmadığını vurğulayıblar. Bu işi özəlləşmə çeki olan xalqımız deməli aparır bu işi. Tələbi də özəlləşmə çeki olan insanlar aparır. Burada bizim deməli kifayət qədər təcrübəsi olan hüquqşünas alimlərimiz var, ağsaqqallarımız var, ağbirçəklərimiz var. Və bir də bir sual verirlər ki, uşaq pulunu verməyən Azərbaycan hökuməti, veterana 80 manat verən Azərbaycan hökuməti hər özəlləşmə çekinə görə 40.000 manat kompensasiya ödəyərmi və yaxud da ki, onu dəyərləndirərmi ondan? Əziz və hörmətli xalqımız, birinci növbədə uşaq pulu ilə bağlı tələbinizə iç qoşulan insanlar bizlərik. Biz də istəyirik ki, hər bir ailə uşaq pulu alsın. Biz də istəyirik ki, 80 manat təqaüdə layiq görülmüş qazilərimizin təqaüdə artırılsın. Minimum 200 manat, 300 manat olsun. Amma bununla bağlı qanun yoxdur. Amma özəlləşmə çekindən bağlı qanun var. Beynəlxalq hüquq norma var. Onlar bizim tərəfimizdədir. Bununla bağlı təkcə Facebookda 40.000-dən çox insanların toplaşdığı bir özəlləşmə qrupu var. Özəlləşmə çeklər qrupu var. Mən onu burada tağ eləyirəm. Hər kəs özəlləşmə çeki olan vətəndaşlarımız daxil olun o qrupa. Bu onu göstərir ki, Azərbaycanda 100.000-dən çox ailədə özəlləşmə çekləri qalıb. Böyük bir insanların məlumatı yoxdur ki, Facebookda özəlləşmə çeki qrupu var, özəlləşmə deməli çekləri səhifəsi var. YouTube kanalında deməli bizim özəlləşmə səhifəsi var, TikTokda var. Milyonlarla baxışı olan deməli çıxışlar var. Əziz və hörmətli özəlləşmə çeki olan xalqımız, vətəndaşlarımız, biz bu işi səbirlə sona kimi aparmalıyıq. Və tələbimiz də bir mənaraq dəyişməzdir ki, hər bir çekə görə 40.000 kompensasiya verilməlidir. Ona görə ki, 96-cı ildə bir özəlləşmə çekinin dəyəri 2.000 dolara qiymətləndirilmişdi. Düzdür, qara bazarda bunu 300 dolara da, 200 dolara da, 100 dolara satdılar, amma bizə lazım olan qanun uydu. Və bu günlərdə biz baxsaq ki, 96-cı ildən 2024-cü ilə qədər ən az 10 dəfə inflyasiya olunub. Və mən sizin də nəzərinizə çatdırım ki, özəlləşmə çekləri Azərbaycanda inflyasiyadan qorunan idi, qorunur. Bununla bağlı qanunlar var, qərarlar var. Bununla bağlı ölkə rəhbərinin deməli çıxışları var. Çıxışlarında da bildirmişdilər ki, 15-20 ildə keçsə və daha çox ildə keçsə də özəlləşmə çeki hər bir vətəndaşa öz payı verilməlidir, qiymətləndirilməlidir. Ona görə də bu günləri biz onun hər birini 40.000 tələb edirik. Və hər birinizdən də xahiş edirəm ki, özəlləşmə çeklərini satmayın, ümidlə deməli saxlayın. Kim ki satıb, mütləq şəkildə deməli onu əldə eləsin. Təbii ki, qara bazarda satan insanlardan söhbət gedir. Mütləq şəkildə özəlləşmə çeklərini bərpa edin. Sizi alladıblar. Zamanında səriştəsiz məmurların deməli apardığı uğursuz siyasətin ucbatından, ölkə rəhbərini allatmaqların ucbatından siz ümidsizləşibsiniz və o çekləri satmışsınız. Mütləq şəkildə hər kəs özəlləşmə çekini alsın.
Və xüsusilə mən burada vurğulamaq istəyirəm bizim şəhid ailələrimizi, qazilərimizi, veteranlarımızı. Mən bilirəm sizin böyük əksəriyyətinizin valideynləri, yaxınları, əzizlərində özəlləşmə çekləri olub. Təbii ki, 90-cı ilin döyüşçülərinin böyük bir əksəriyyəti deməli özəlləşmə çekləriniz səbirlə saxlayırlar. Satanlar var onların içində. Amma mütləq şəkildə hər biriniz onu çalışın, əldə eləyin. Hər birinizə öz təşəkkürümü, minnətdarımı bildirirəm. Videonu maksimum dərəcədə paylaşın ki, Azərbaycanda özəlləşdirmə çeki olan və məlumatı olmayan insanların məlumatları olsun. Sağ olun, var olun.